Yaxın Şərqlə davam edirik. Yaxın Şərqdə gərginlik yenidən kritik mərhələyə daxil olur. NATO Hərbi Komitəsinin sədri Admiral Giuseppe Cavo Dragoninin açıqlaması göstərir ki, alyans birbaşa prosesə qoşulmasa da NATO ölkələri Hörmüz boğazına yaxın ərazilərdə hərbi mövcudluğunu artırırlar. Bu isə regionda təhlükəsizlik balansının dəyişə biləcəyinə dair yeni siqnallar verir. Və xatırladaq ki, son aylarda ABŞ və İran arasında gərginlik fonunda Hörmüz boğazı yenidən qlobal gündəm mərkəzinə çevrilib. Donald Trump bir neçə dəfə bəyan edib ki, boğaz hamı üçün açıq olmalıdır və İranın bu strateji su yoluna nəzarət etməsinə imkan verilməyəcək. Eyni zamanda Vaşinqton və Tehran arasında müəyyən razılaşma əldə olunmasına dair açıqlamalar da var. Səslənir ən azından. Tərəflərin bəyanatları hələ də bir-birləri ilə ziddiyyət təşkil edir. Dünyada neft daşımalarının əhəmiyyətli hissəsinin keçdiyi Hörmüz boğazında hər hansı eskalasiya yalnız regional deyil, qlobal iqtisadiyyat və enerji bazarları üçün ciddi nəticələr yarada bilər. Bəs bu bölgədə baş verənlər yeni hərbi əməliyyatların anonsudur, yoxsa daha çox siyasi və hərbi təzyiq diplomatiyasının tərkib hissəsidir? Bu haqda danışırıq. Mövzumuz budur və studiyada qonağım siyasi şərhçi, hüquq müdafiəçisi Əhməd Şahidovdur. Əhməd müəllim, salam, xoş gəlmisiniz. Salam, hər vaxtınız xeyir olsun. Əhməd müəllim, NATO-nun rəsmi şəxslərinin dedikləri, açıqlamaları, səsləndirdikləri fikirləri necə oxumaq lazımdır? Yenidən bir eskalasiya anonsudur, yoxsa sadəcə olaraq mövzunu uzatmaq, biz buradayıq amma həm də deyilik, bir növ siyasi gedişdir? Əslində, İranla bağlı məsələdə bugün müharibə və danışıqlar eyni sürətlə davam etdirilir. Masada bugün həm hərbi əməliyyatların bərpa olunması, İrana qarşı zərbələrin davam etdirilməsi məsələsi var. Eyni zamanda Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar aktiv səviyyədə olmasa da pasiv formada davam edir və NATO alyansının rəhbər şəxslərinin İranla bağlı artıq açıqlamalar verməsi əslində Prezident Donald Trump'ın hələ müharibədən öncə NATO üzvü olan ölkələrə çağırışını yada salır ki, Prezident Trump bildirirdi ki, Hörmüz boğazı ümumiyyətlə İranla bağlı məsələ, İranın nüvə silahına sahib olmaması məsələsi tək ABŞ-ın və ya İsrailin məsələsi deyil. Bütün Qərb, Avropa, xüsusən də NATO bu məsələdə aktiv olmalıdır. Hörmüz boğazının açılması ilə bağlı öz qüvvələrini göndərməlidirlər. Xatırlayırsınızsa, həmin an Fransa prezidenti Macron buna sərt reaksiya vermişdi ki, xeyr, bu bizim məsələ deyil. NATO alyansının 5-ci şərtinin tələblərinə cavab vermir. Amma bundan sonra baş verənlər, xüsusən də NATO'nun üzvü olan Türkiyə ərazisinə ardıcıl raketlərin düşməsi, bu əslində əsas idi, səbəb kimi NATO'nun İrana qarşı hərbi əməliyyatlara başlamasına bir səbəb ola bilərdi. Sadəcə Ankara bir qədər müdrik davrandı. İstəmədi ki, müsəlman qonşusu olan İranla bir münaqişə olsun, qarşıdurma olsun. Amma yenə yumşaq diplomatiyadan istifadə edərək Tehrana bir sərt xəbərdarlıq verildi ki, bundan sonra bu raket düşməsi dayandı. Amma bugün Hörmüz boğazı ətrafında məsələ artıq dünya enerji bazarında ciddi təlatümlara yol açıb. Artıq xam neftin qiyməti sürətlə artmaqdadır. Bugün Körfəz bölgələrinin demək olar ki, dəniz yolu ilə yük daşımaları demək olar ki, dayanıb. Bugün Qətər özünün sıxılmış, mayeləşdirilmiş qazını Hörmüz boğazından keçirə bilmir. Bu, ümumiyyətlə, Qərbin, Avropanın enerji təhlükəsinə ciddi təsir edir. Və heç bir halda beynəlxalq hüquq normalarına görə beynəlxalq dəniz sularının hansısa bir ölkənin nəzarətinin altında olması yol verilməzdir. Bu və İranın belə bir iddiası ki, Hörmüz boğazı İranın olacaq, milliləşdiriləcək, oradan keçən gəmilərdən rüsum alınacaq. Bu təbii ki, qəbul olunan deyil. İran tərəfi bunu belə açıqlayır ki, bizi məcbur qoydular. Yəni, müharibədən əvvəl açıq idi o yol. Sadəcə olaraq biz məcburuq özümüz. İran maraqlarından düşünsə, bəlkə Tehranın da özünün səbəbləri var, argumentləri var. Tehran da bildirir ki, heç bir səbəb olmadan ABŞ və İsrail koalisiyası, xüsusən də İsrail İrana qarşı hərbi hücumlar təşkil elədi. Bunun bir cavabı olmalıdır. Necə düşünürsünüz? Heç bir səbəb yox idi mi? Əslində birbaşa səbəb yox idi. İsrail ümumiyyətlə ehtimal təhdidi var idi. Yəni İsrail tərəfi iddia edirdi ki, İranın nüvə silahı, uranın zənginləşdirməsi artıq son mərhələdədir. Bir neçə həftəyə İran nüvə silahına sahib ola bilər və bu silaha sahib olduğu ilk günün elə səhərsi
Tel Avivə tuşlayacaq bu silahı. Ona görə belə bir tələsik bir qərar verildi, amma artıq ox yayından çıxıb, proseslər artıq kulminasiya nöqtəsinə çatıb. Bugün İran da bu müqavimət adlandırdığı bu hərbi əməliyyatlara cavabı özünə görə uğurla həyata keçirə bildi, məğlub olmadı, kapitulyasiya aktına imza atmadı və düşünür ki, bunun bir bədəli olmalıdır. İran liderliyi öz xalqına müraciətində belə deyək, ləyaqətli bir razılaşma ilə bu münaqişəni bitirdiyini demək istəyir. Bu da nə ola bilər? Bir daha heç bir halda nə ABŞ, nə İsrailin İrana hücum etməyəcəyi ilə bağlı beynəlxalq statusa malik bir təminat istəyir, dəymiş ziyanın ödənilməsinin təzminatını istəyir və sanksiyaların aradan qaldırılmasını istəyir və hətta bir qədər də irəli gedib. Bu maksimalist yanaşmadırmı? Bu maksimalistdir təbii ki. Bugünkü reallıqları nəzərə alsaq, bu şərtlər əsla və əsla qəbul olunan deyil, amma ABŞ-ın da irəli sürdüyü şərtlər maksimalistdir. ABŞ da bir mənalı şəkildə bildirir ki, İran uranın zənginləşdirilməsi prosesini dayandırmalıdır. Zənginləşdirilmiş uranı İran ərazisindən çıxarıb hətta ABŞ-a təhvil verməlidir. Hörmüz boğazını açmalıdır və ya üçüncü ölkə. Belə bir sual verim sizə. Amerika Birləşmiş Ştatları prezidenti dəfələrlə bu fikri səsləndirib ki, İran məsələsi tək ABŞ-nın məsələsi deyil, bütün dünya ölkələrinin məsələsidir, hətta tək Avropa ilə kifayətlənmir. Necə düşünürsünüz? Tək ABŞ-nın məsələsi deyil mi? Doğrudur. Mən burada Prezident Donald Trump'ın fikirlərini dəstəkləyirəm. Çünki təbii ki, ilk növbədə ABŞ-nın məsələsidir. Çünki ABŞ dünyada demokratiyanın, təhlükəsizliyin, xüsusən də Trump dönəmində təhlükəsizliyin, sabitliyin qarantisi kimi çıxış eləyir və ABŞ-ın səssiz qalması, bu Hörmüz boğazının bağlanmasına təbii ki, onun beynəlxalq imicinə ciddi zərər gətirəcək. Hörmüz boğazının bağlanmasını ABŞ etmədimi? Yəni, əslində ABŞ-ın atdığı səbəblər, bəli, yəni əslində Donald Trump bugün çətin bir çıxılmaz vəziyyətdədir. Kaş ki, bu müharibəyə başlamazdım deyə bir fikirlər içərisindədir, amma geri addım atmağı da düşünür. Hərbi əməliyyatları bərpa eləmək də risklidir. Çünki quru əməliyyatları qaçılmaz ola bilər. Bu yüzlərlə, minlərlə ABŞ əskərinin bir bataqlığa düşməsi deməkdir. Amma istənilən halda bugün İranda hakimiyyət dəyişikliyi, İranda rejimin dəyişikliyi azı ikinci, üçüncü plana keçir. Bugün bir mənalı şəkildə Hörmüz boğazının açılması əsas gündəlikdədir. Çünki bu dünya enerji bazarına ciddi təsir göstərir. ABŞ-ın özünün neft qaz ehtiyatları olsa da bu bəlli bir zamana yetəcək. Amma Hörmüz boğazının İranın nəzarətində qalması və ya İranın nəzarəti ilə açılması bu təbii ki, ABŞ-ın dünya hegemonluğuna ciddi zərərdir. Bu artıq körfəz ölkələrinin də Amerika Birləşmiş Ştatları ilə eyni dərəcədə əməkdaşlığı davam etdirə bilməməsini göstəricisi olacaq. Bu baxımdan ABŞ öz maraqlarını düşünür. Eyni zamanda təbii ki, dünya enerji bazarını da düşünür. Bu baxımdan Donald Trump'ın bildirməyi ki, bu tək ABŞ-ın məsələsi deyil. Bu əslində haqlı bir iraddır. Bugün Avropa ölkələri, NATO üzvü olan ölkələrin də gəmiləri Hörmüz boğazından keçə bilmir və burada bir təzyiqə qarşı təzyiq mexanizmi qurdu. İran özünün o adalar nəzarətində olan belə deyə ərazisi sayılan adalar üzərindən Hörmüz boğazını bağlayıbsa, ABŞ donanması daha geniş radiusda bu Hörmüz boğazını blokadaya salıb ki, İranın öz gəmiləri də oradan keçə bilmir. Bugün Hörmüz boğazının bağlı qalması artıq İranın özü üçün də sərf eləmir. Ona görə hər iki tərəf maksimalist şərtlər irəli sürməklə danışıqlar yolu ilə ortaq bir məxrəcə gəlməyə çalışırlar. Yəni, söhbət kompromisdən gedəcəksə, ABŞ da kompromisə gedirsə, İran da bəzi şərtlərindən geri çəkiləcək. Əmir bəy, biraz sualın formatını dəyişmək istəyirəm. Söhbət nədən gedir? Baxın, NATO qüvvələri Hörmüz boğazına yaxın ərazilərə toplaşırlar. NATO alyansı birbaşa deyir ki, qoşulmuruq. Amma həm də ora bir qüvvə yığılır. Xatırlayırsınızsa, müharibədən əvvəl ABŞ-nın gəmiləri, tankerləri, o silah daşıyan böyük gəmiləri yaxınlaşırdı İranın sularına. Amma deyirdilər ki, müharibə olmayacaq, biz bunu sülh yolundan həll edəcəyik. Nəticə itibarilə o divarda asılan silah açıldı. Avropa ölkələrinin bir çoxları deyirdi ki, biz bu məsələnin bir parçası deyilik, özləri həll etsin və sona qədər də bu belə deyək, kriteriyanın üzərində dayandılar. Fransanı indi müzakirə etmirik, çünki Fransanın İrana olan simpatiyasını bilir. Elə bu rejimin İrana gəlməsinin də ən böyük səbəbkarı Fransadır. Amma digər ölkələr də prosesin tərkib hissəsi olmaq istəmirdi. Mənim sualım bundan ibarətdir ki, NATO ölkələri NATO qüvvələrini gətirir, yığır
sərhədə. Bu silah o divardan asılan silahın təkrarıdırmı və ümumiyyətlə Türkiyənin buna münasibəti sizcə Ümumiyyətlə NATO-nun gec-tez bu münaqişəyə daxil olacağı gözlənilir. Çünki ABŞ elə NATO-nun əsas üzvüdür, NATO-nu idarə edən əsas üzvüdür və Donald Trump davamlı olaraq digər NATO üzvü olan ölkələrin liderlərinə təzyiq göstərir ki, bu münaqişəyə başlamaq. Sanki bugün danışıqlar prosesinin davam etməsi həm də hərbi əməliyyatlara bir hazırlıq dönəmidir ki, təkcə ABŞ və İsrail meydanda olmamalıdır. NATO üzvü olan ölkələr də buna qoşulmalıdır. Ani bir səhv, belə deyək, Hörmüz boğazında İranın ki biz bunu zaman-zaman görürük, Azərbaycan-Türkiyə ərazisinə hansısa bir təxribat yönümlü raket və ya dron zərbələri endirirlər. Eyni bir səhv İran tərəfindən olarsa və ya hansısa bir naviqasiya xətası, Hörmüz boğazında NATO üzvü olan ölkələrin bayrağı altında üzən hansısa bir gəmiyə ani bir hücum təbii ki, İrana cavab əməliyyatlarını qaçılmaz edəcək və ya Türkiyə ərazisinə təkrar bir raket zərbəsi bu dəfə artıq Ankaranın üzvü olduğu... 4 dəfə düşmüşdü ərazilərdə. Əhməd bəy, necə düşünürsünüz? Niyə Türkiyə bu qədər səbirli davrandı? Misal üçün, Azərbaycan ərazisinə düşdü, Azərbaycan qətiyyətli mövqe sərgilədi və hətta üzr istənildi. Bütün bax bu proseslər fonunda bu çox müzakirə olunurdu. Mən bu sualım məhz buna görədir. Sosial şəbəkələrdə müzakirə olundu, kütləvi informasiya vasitələrində müzakirə olundu. Niyə Türkiyə bu qədər sakit və Türkiyəni biz tanıyırıq? Türkiyənin bulunduğu bir vəziyyət, durum çox gəlizdir. Bir tərəfdən Türk İslam dünyasının belə deyək favoriti olan bir ölkə olaraq İslam həmrəyliyi nöqteyi nəzərinə yanaşır. Digər tərəfdən NATO üzvü kimi üzərinə bir vəzifə və səlahiyyətlər də düşür ki, NATO-nun 5-ci şərti pozulubsa, Türkiyə daxil NATO üzvü olan ölkələr İrana cavab verməlidir. Əslində xatırlayırsınızsa, 1-ci raketlə 4-cü raket arasında Ankaranın ritorikası arasında xeyli fərq var idi. 4-cü, yəni sonuncu raket zərbəsində Ankara daha sərt davrandı və bildirdi ki, belə bir şey təkrarlanarsa İrana müəyyən cavab veriləcək. Bu cavab diplomatik olacaq, sanksiyalar yoxsa zərbəyə zərbə şəklində bir qədər fərqli idi. Biraz maraqlı element də var burada. Yəqin ki, mənlə razılaşarsınız. Çünki İran o zamanlarda elə Azərbaycanla bağlı hissədə də belə fikirlər səsləndirirdi ki, təsadüfən olub. Yəni məqsəd qonşu ölkələri vurmaq deyildi. Amma bu ritorikadan sonra, yəni Ankaranın o sərt bəyanatından sonra proses dayandı. Mən buna təsadüf deməzdim. İran... Ümumiyyətlə, təsadüf müharibədə var mı və siyasətdə var mı? Bu bir mesajdır. Evet. Həm Türkiyəyə, həm də Azərbaycana mesajdır. Çünki İran hər zaman, xüsusən də Azərbaycanla bağlı hansı absurd iddiaları irəli sürürdü. Hələ Qarabağ müharibəsi dövründə güya Azərbaycanda 3-cü ölkələrin hərbi bazaları var. Xüsusən də İsrailin güya, nə bilim, Zəngilanda hansısa bir Smart Village bir müəssisəsinə hərbi baza kimi yanaşırdı. Sanki əvvəldən mən xəbərdarlığımı eləyim Azərbaycana, Azərbaycan yanlış addım atmasın İrana qarşı. Belə bir xəbərdarlıq. Daxilində belə məsələlər də var idi ki, ordunun tabesizliyi məsələsi var. Yəni generalların bəziləri sadəcə olaraq yeni rəhbərlik. Ya tabesizlik deyə bilərik, ya ikili hakimiyyət var. Prezident, ali dini lider, Xarici İşlər Naziri, bir başqa Sepah komandanlığı, bir başqa, bəlkə də belə bir xaotik bir vəziyyət yaranıb, arda-arda ABŞ-ın, İsrailin hava zərbələrindən artıq rasional düşünə bilmirlər sağa sola. Çünki bu qədər təsadüf ola bilməz. Dron idarə olunur, gəlir Naxçıvanın strateji obyektinə, hava limanından zərbə endirir. Bu qədər təsadüf ola bilməz. Bu bir xəbərdarlıq idi Azərbaycana ki, Azərbaycan bəlkə də düşünər İrana qarşı cəbhədə yer almaq, amma Azərbaycan ta qədimdən bildirib ki, biz heç bir qonşumuza qarşı öz ərazimizdə nə hava, su, dəniz istifadəsinə imkan verilməyəcək. Amma İranın bu təbii ki, təxribatları bir növ NATO üzvü olan ölkələr üçün bir siqnal idi ki, növbəti belə bir təxribatda həm də bir şans yaranar ki, artıq alyans olaraq İrana qarşı hərbi əməliyyatlara qoşulaq və bunun üçün kifayət qədər də hazırlıqlar görülür. Bugün Hörmüz boğazı ətrafında bu donanmanın toplanması məqsəd İranı məğlub etmək deyil, ən azı Hörmüz boğazının açılmasına nail olmaq. Bunun açılması da ani baş verməyəcək. Yəni boğaz açıldısa o donanma geri çəkilə bilməz. İran yenidən nəzarət həyata keçirəcək. Ən azı o Hörmüz boğazına nəzarət
nəzarəti həyata keçirilən strateji adalar var ki, o adaların quru yolu ilə, quru əməliyyatları ilə nəzarət altına alınması qaçılmazdır. Əslində quru əməliyyatı kifayət qədər çətin prosesdir. Bu hər zaman müzakirə olunur. Coğrafiyaya bələd İran tərəfidir. Yəni bu fakt. Əmir müəllim, necə düşünürsünüz? Niyə Avropa ölkələri Hörmüz boğazının bağlanmasına qədər gözlədilər? Nəyi nəzərdə tuturam? Baxın, Amerika Birləşmiş Ştatlarının prezidenti dəfələrlə müraciət etdi. Hətta ona qarşı da çıxdılar. Belə fikirlər səsləndirildi ki, onun müddəti var, o gedəcək, biz İranla münasibətləri pozmaq istəmirik və s. Niyə Hörmüz boğazı? Yəni bu ixracat, ixal, neft, enerji məsələsidirmi, yoxsa daha dərin kökləri var? Ümumiyyətlə, Donald Trump hakimiyyətə gələndən sonra Avropa ilə Amerika arasında bir fikir ayrılığı yarandı. Ukrayna məsələsində, daha sonra Donald Trump Danimarkanın Qırlandiya adasına iddiasını irəli sürdü. Bir uçurum yarandı Vaşinqtonla Avropa arasında, Brüssel arasında və bundan sonra tarif müharibəsi başladı. Donald Trump ayrı-ayrı Avropa ölkələrinə müxtəlif səviyyəli tariflər tətbiq etməyə başladı. Bir fikir ayrılığı yarandı və xüsusən də İran məsələsi Avropa ölkələri əslində uzun müddətli müharibəyə hazır deyirlər. Hava zərbələrində İraqa, Suriyaya qarşı havadan zərbələr endirildiyində bəli, ABŞ-a dəstək verirdilər, amma İran nə İraqdır, nə Suriyadır. Bu quru əməliyyatları ilə ancaq zəbt oluna bilən, işğal oluna biləcək bir ölkədir ki, bu da 90 milyonluq bir İranı quru əməliyyatları ilə ram etmək çox çətindir. Bəlkə ayrı-ayrı adaları bir neçə həftəlik nəzarət altına almaq mümkündür, amma dörd tərəfi dağlarla əhatəli bir ölkəni, hər tərəfi tələlər, hər tərəfi sirli bir mağaralarla dolu bir ölkəni Avropanın elit qüvvələri ən müasir silahlarla təchiz edilsə belə bu çətindir. Çünki İran üçün mənimlə razılaşarsınız, bir ideologiya da var. Onların inandığı bir ideologiya var və bu ilk növbədə vətən müharibəsidir, ilk növbədə bir dini ideologiyadır, bir necə deyim, şiəlik uğrunda İmam Hüseyin yoludur. Yəni bu ideologiya çox önəmlidir. Avropanın ən müasir silahları ola bilər, amma İranın tərəfində bir inamı var, İmam Həsən yolu, İmam Hüseyin yolu. Konkret olaraq bunu nəzərdə tuturam ki, sizcə enerji məsələsi mi Avropa ölkələri birləşməyə və NATO qüvvələrini ora gətirməyə səbəb oldu, yoxsa hansısa bir formada Donald Trump'ın həm də o siyasi manipulyasiyası rol oynadı? Donald Trump'ın elə siyasi təzyiqinin əsasında enerji məsələsi var. Amerika bildirir ki, bizim kifayət qədər 10 illiklərə çatacaq enerji ehtiyatlarımız var. Bugün uzun illərdir Rusiyadan asılı olan Avropa alternativ enerji mənbələri axtarışındadır. Azərbaycandan, Qətərdən enerji alır, amma tək Azərbaycanın ehtiyatları Avropanın bütün ölkələrini təchiz etməyə yetməz. Ona görə İran, xüsusən də Hörmüz boğazından keçən bu dəniz daşımaları, neft daşımaları Avropanın enerji təchizatı üçün önəmlidir və bu müharibə uzandıqca Avropa ölkələri düşünürdülər ki, elə bir həftə 10 gün içərisində ABC, İsrail, İranı ram edə biləcək, amma uzandıqca görürlər ki, bu münaqişə onların özlərinə toxunur. Bugün Avropada yanacağın, xüsusən də mavi yanacağın qiyməti artır. Bugün İranın Körfəz ölkələrinə hücumları oradakı investisiya mühitini korlayır və bütün bunlar artıq Avropanın özünə toxunduqca artıq Donald Trump'ın fikri ilə razılaşmağa başlayırlar və ehtiyat tədbirləri artıq yığılır. Bugün Hörmüz boğazı ətrafında donanma toplanır. Əgər Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlarda hansısa bir nəticə əldə olunmasa, artıq əməliyyatlara başlamaqdan bir çıxış yolu qalmır. Burada da ani bir qığılcım böyük bir hərbi əməliyyatlara partlayışa səbəb olur. Ümumiyyətlə, danışıqlar prosesi uzanması və yaxud da uzadılması məqsədə müvafiq şəkildə bu prosesin uzadılmasıdır, yoxsa həqiqətən onlar sülh istəyirlər? Sanki sülhə bənzəmir bu. Sülh deməzdim, amma ən azından bir atəşkəs hər iki tərəfin marağındadır. İran nöqteyi nəzərindən baxsaq, təbii ki, İran iqtisadiyyatını itirir, sanksiyalar, olan qalan neftini də Çinə silah qarşılığında verir. Bugün Çindən müasir havadan müdafiə sistemləri alıb ki, artıq ABŞ-ın F-15 hərbi təyyarəsini
raketini vuracaq gücə malikdir. Amma sosial partlayış vəziyyətinə gəlib bir nəfəs almaq istəyir, bir razılaşma İran üçün həyati önəm daşıyır. Amma yenə deyirəm, İran liderləri öz xalqının qarşısında, bəli, biz bu münaqişədə məğlub olmadıq, müqavimətimiz hələ də ayaqdadır və bir ləyaqətli bir razılaşma ilə İran xalqı qarşısındayıq. Donald Trump da razılaşma istəyir əslində. Çünki artıq bu müharibə başlayandan ABŞ-ın xarici borcu 410 milyard dolları keçib ki, bu Amerika daxilində Donald Trump'ın özünün reytingini aşağı salır və Donald Trump seçki öncəsi verdiyi vədlərdən biri Ukraynada müharibəni 24 saata bitirəcəkdi. Olmadı. İran münaqişəsini bir həftə içərisində həll edəcək. O da olmadı və indi yeni bir problem çıxıb. Hörmüz boğazının açılması məsələsi bu ABŞ üçün bir milli ləyaqət məsələsidir. Bunu da həll edə bilməsə artıq Donald Trump irəlidəki seçkilərdə nə özü, nə də təmsil etdiyi partiya bir uğur qazana bilməyəcək. Region cəhətdən yanaşaq məsələyə, əgər Hörmüz boğazında təhlükəsizlik prosesi uzansa və təhlükəsizlik böhranı dərinləşsə, bu Azərbaycan üçün hansı fürsətləri və hansı riskləri yaradır? Ümumiyyətlə, Azərbaycan neft ixrac edən bir ölkədir. Hörmüz boğazının bağlı qalması dünya bazarında neftin qiymətini qaldırır, yük daşımaları, sığorta qiymətləri qalxır. Bu, orta dəhlizin ana xətti olan Azərbaycan üçün yeni perspektivlər vəd edir. Qısa müddətli, belə deyək, böyük gəlirlərdir Azərbaycan üçün. Azərbaycan nefti bugün dünya bazarında artıq 100 dolları keçib. Amma təbii ki, qonşuluğumuzda müharibənin olması Azərbaycan üçün heç də yaxşı perspektiv vəd eləmir. İran bu 40 günlük müharibədə sağa sola dron, raket yağdırırdı. Bu eyni senari yenidən başlaya bilər. Ani bir, belə deyək, bir mollanın fətvası ilə belə bir fikir formalaşa bilər ki, Azərbaycan və ya Türkiyə İrana qarşı cəhbədə yer alıb, belə bir uydurma, havadan götürülmə bir fətva ilə Azərbaycana yenidən təzyiq göstərilə bilər, Azərbaycana hücumlar ola bilər və ya ən yumuşaq perspektiv deyək, İran daxilində müharibə, quru əməliyyatları başlasa, təbii ki, bu bizim sərhədlərimizdə milyonlarla qaçqın deməkdir. Ən azından öz soydaşlarımızı, Azərbaycan türkləri var ki, orada 40 milyon, onları qəbul etmək bizim həm hüquqi, həm mənəvi borcumuz sayılacaq ki, bu artıq Azərbaycan sərhədlərində qaçqın düşərgələrinin olması, o milyonlarla qaçqını bir günün içərisində sərhəddən keçirmək mümkün olmayacaq. Orada düşərgə salınmaq, Azərbaycan öz resurslarını xərcləyəcək, hüquq mühafizə orqanları cəlb olunacaq, tibbi yardım, sosial xidmətlər, bu təbii ki, sıravi vətəndaş olaraq bizim günlük həyatımızda öz təsirini göstərəcək. Qonşu ölkəmizdir, biz görməzdən gələ bilmərik prosesi. Elə müharibədə də ilk humanitar yardımı da Azərbaycan göndərdi. Ən çox humanitar yardımı da Azərbaycan göndərdi. Bunu dəfələrlə şahidlik etdik buna. Böyük güclərdən də danışaq. Əhməd müəllim, Çin və Hindistan böyük enerji istehlakçılarıdır və onların Hörmüz boğazının bağlı qalmasına münasibəti. Çinin İran münasibətlərini biz bilirik, Hindistan ABŞ münasibətlərini bilirik, bu öz yerində. Amma bu böhran artıq qlobal güclərin toqquşmasıdır sanki həm də. Təbii ki, Çin elə ilk vaxtlardan İrana kəşfiyyat dəstəyi verirdi. Radar sistemləri harda quraşdırılıb, ilk növbədə Qətərdə, Körfəz ölkələri arasındakı ABŞ radar sistemlərinin dəqiqliklə sıradan çıxarılması bu elə Çinin dəstəyi idi. Artıq ikinci mərhələdə ki, bu atəşkəs, belə deyək, şərti atəşkəs dövrüdür. Biz görürük ki, ABŞ-a məxsus F-15 belə deyək, gözə görünməz təyyarəsi artıq İranın Çindən aldığı havadan müdafiə sistemləri vasitəsilə vurdur. İsrailin xəyal adlandırdığı dronlar artıq İran ərazisində vurulursa, bu ciddi siqnaldır. Artıq Çin öz müasir silahlarını İrana hədiyyə deməzdim, amma satıb xam neft qarşılığında. Eyni zamanda Çin üçün bu bir müharibə təcrübəsidir. Həm ABŞ-ın müharibə taktikasını, hansı gəmi, hansı A nöqtəsindən B nöqtəsindən 2 dəqiqəyə gedir, B-2 bombardımançıları necə hərəkət edirlər. Çin bunu canlı vəziyyətdə
vəziyyətdə müşahidə edir, özü üçün qeydlər aparır. Gələcəkdə ABŞ-Çin toqquşması olarsa, Çin bunun üçün kifayət qədər təcrübə toplayır. Amma Hörmüz boğazı Çin üçün bağlı deyil. İran bir sıra özünə yaxın bildiyi ölkələr, Çin daxil olmaqla gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verir. Amma ümumən Hörmüz boğazının bağlı qalması Çin üçün də mənfi təsir göstərir. Oradan yük daşımaları falan. Ona görə Çin təbii ki, Hörmüz boğazının açılmasını dəstəkləyir. Amma İranın maraqlarının təmin olunması çərçivəsində bunu dəstəkləyir və düşünürəm ki, ABŞ-ın bu müharibənin uzandıqca dünyada azalan imici alternativ olaraq Çini dünya gücü olaraq göstərməyə çalışır. Bugün Böyük Britaniyanın baş naziri, digər Avropa ölkələri Çinə səfər edirlər iki tərəfli əməkdaşlıqla bağlı. Çünki Avropanın özünün ABŞ ilə əməkdaşlıqda bir etimad mühiti sarsılıb, alternativ güc mənbəyi olaraq Çin önə çıxır. Hindistan isə təbii ki, Hindistanın da ABŞ-la münasibətləri, digər tərəfdən İranla olan münasibətlər, Pakistan məsələsi var ki, burada da Hindistan çətin bir vəziyyətdədir və bu baxımdan Hindistan, Çin, bu ölkələr Hörmüz boğazının açılmasının tərəfdarıdırlar. Amma xüsusən də Çin İranın bir tərəfində olan bir ölkə olaraq İranın maraqlarının təmin olunması şərti ilə. Əhməd bəy, çox sağ olun, təşəkkür edirik. Studiyamıza gəldiniz, suallarımızı cavablandırdınız. Qonağım siyasi şərhçi, hüquq müdafiəçisi Əhməd Şahidov idi və biz onunla birlikdə yaxın şərqdəki Hörmüz boğazındakı böhrandan danışdıq. NATO qüvvələrini yaxın ərazilərə toplayır, amma deyir ki, prosesin bir parçası deyil. Amma ABŞ-nin bununla bağlı rəsmi açıqlamaları var, amma həm də fikir ayrılıqları var. Bütün bunlara toxunduq və sonda bugün 1 iyun Uşaqların Müdafiəsi günüdür. Bütün dünya uşaqlarını təbrik edirik və arzu edirik ki, sevgi, qayğı və təhlükəsizlik içində böyüyün, müharibəsiz, qorğusuz və ümumiyyətlə xoşbəxt bir gələcəyiniz olsun. Bayramınız mübarək əziz uşaqlar.